Məsələn, bu əgər oynağın yer dəyişməsi ilə əlaqədar bir prosesdirsə, bunun müsbət tərəfi də ola bilər, mənfi tərəfi də ola bilər. Məsələn, bizim müalicələrimizdə pasientlərin bəzən ağrıları yerlərini dəyişir. Mən deyirəm bunlara ki, bu reabilitasyon ağrılardır, yəni bərpa olunma ağrılardır. Çünki sizin uzun müddətdən bəri bir yanlış formalaşmış strukturunuz vardı. Biz yavaş-yavaş həmin strukturu bərpa edirik. Deyəlim ki, pasient bir bel ağrısından gəlmişdi bizə. Biz analiz elədik, bunun sağrı nahiyəsində bir əzələ tapdıq ki, qısalıb, ağrını verən odur. Amma bunun özünün ətrafına da yaydığı stabilliyin pozulması prosesi var. Məhz ağrının gəzməsi bu halda yaxşı əlamətdir. Amma əvvəl belim ağrıyırdı, indi artıq ayağıma doğru vurub ağrısı, bu isə pis əlamətdir. Bu o demək ki, siz bədəninizə yaxşı baxmamısınız, sizin bədəniniz artıq problemi yayıb, genişləndirib. Məhz ağrı-kəsicilərin öz başına istifadəsi bu hallarda yarayır bəzən, yəni ağrı-kəsicilər istifadə edirlər və bu problemi yarada bilirlər.